Sinəsində 2 qızıl medal, çiynində Azərbaycan bayrağı ilə vətənə qayıtdı. Balaca cüssəsinə baxmayın, o beynəlxalq riyaziyyat olimpiyadasında 100%lik nəticə göstərərək qızıl medal qazanmaqla yanaşı həm də dünya birincisi olub. Mən 2024-cü ilin 15 dekabr tarixində IMEC yarışından birinci yer qazanaraq Avstraliyanın Sidney şəhərinə vəsiqə qazandım. Bununla da 2025-ci ilin 15 aprel tarixində Avstraliya şəhərində mən həm qızıl medal, həm də dünya birincisi elan edildim. 25 sual idi. Mən bunların hamısını 1 saat ərzində 18 dəqiqə 22 saniyəyə bitirərək 100% yazdım. Rəqiblərim güclü idi, ancaq mən qızıl medal alacağımı düşünürdüm, amma birinci olacağımı düşünmürdüm. Dəyanət Liseyinin 6-cı sinif şagirdi olan Arazın bu ilk uğuru deyil. İndi qazandığı qızıl medallarla birgə artıq onun 14 qızıl medalı var. Mən əvvəldən riyaziyyatı sevirəm, bununla əlavə mən şahmatı da sevirəm. Mənim 14 medalım var. Bunun 13-ü riyaziyyatdan, biri də şahmatdandır. Mən şahmatda əslində evdə öyrənmişəm, yəni heç bir yerə hazırlığa getməmişəm, amma sonradan yarışlara qatılaraq 3-cü dərəcəni də qazanmışam. Mən istəyirəm ki, 30-a yaxın medalım olsun. Təbii ki, bu Arazın savadının, zəhmətinin uğrudur. Amma eyni zamanda atasına verilən sözdür bu. Araz Şadmanzadə lokal antiterror əməliyyatlarında şəhid olan polkovnik leytenant Əkrəm Şadmanovun oğludur. İlk qızıl medalını qazananda biz ona ərizə yazmalıydıq, ikinci final mərhələsinə keçirməliydik. Mən bunu bilməmişdim, etməmişdim. Araz çox kədərlənmişdi. Atası dedi ki, mən sənə güvənirəm. Mən bilirəm ki, sən qızıl medal qazanacaqsan və xaricə gedib o yarışlarda iştirak eləyəsən. Hətta özüm gedə bilməsəm də özüm səni yola salacağım. Hərbiçi olduğu üçün bu söz dedi. Elə oldu ki, yoldaşım şəhid oldu lokal antiterror əməliyyatında. Araz olimpiyadalara getdi. Qarşısına məqsəd qoymuşdu ki, atam mənə güvənir. Mən bu medalı qazanmalıyam. O səhnənin qarşısında Arazın adı səslənəndə mən Arazı bir saniyədə gördüm yanımda yoxdur. Azərbaycan bayrağı ilə səhnəyə necə qaçıbsa, mən heç ona çata da bilməmişəm. O bayraq çiynində, hədiyyə qucağında medallarla yaxınlaşdı, mənə bu sözlər dedi. Ana, mən atamın arzusunu yerinə yetirdim. Bəli, indi şəhidimizin ruhu şaddır. Arazdan isə artıq sadəcə ailəsi yox, həm də bütün Azərbaycan qürur duyur. Lamiyə Xəqani qızı Səfər Nəzərov, İTV Xəbər.